Ulu Tanrı inadı ilə. Beyin mühəndisliyinə qarşı əski kitablar, əski türkçə kitablar proqramının 294-cü bölümünü başlayıram. Buracan Allahın lütfü ilə 550-dən çox türkçə əski neçə yüz il bundan öncə yazılmış, türklərin əli ilə yazılmış türkçə kitabları tanıdıq, onlarla tanış olduq və bildik ki, bizim dədələrimiz yaşamın tüm sahələrində uyğarlıqlar yaradıblar. Bu uyğarlıqlar dil uyğarlığı və yazı uyğarlığıyla bizə yetişilibdir. Bizim xəbərimiz olur ki, belə bir şeylər var. Və vaqiiyyət budur ki, bunların içində bəzi kitablar var, bəzi yazılar vardır ki, biz deyirik və itiblər. Amma niyə itiblər? Çünki biz savadımız yoxdur, öz dilimizdə oxuyaq. Türklərin savadları yoxdur, tarixdən gələn əl yazmalarını oxusunlar. Yəni bizi düşmən beləsi bir vəzəsi alıbdır ki, özümüz, öz dədələrimiz yazdığımız, öz nənələrimiz yazdığı düşüncələrin, uyğarlıqlardan yaratdıqlarının orada xülasəsini, o kitablarda yazdıqlarını bizə qoyublar, qalıbdır, amma biz onu başara bilmirik oxuyaq. Buna görə ki, inşallah Allah bizi bu köməklik eləsin, bu bohrandan çıxaq, bu işğaldan, özəlliklə beyin işğalından çıxaq. Gedirəm görək ki, bu günləri hangi kitablar bizə rast gələcəkdir, oxuyaq. Dünənləri 2 kitab oxuduq, biri lüğətnamə idi, bilirsiniz, mənim lüğətlə aram olmadığı üçün onun üstündə çox vaxt qoymadıq. Türkcə, farsca, ərəbcə idi axirləri və bir dənə də şeir kitabı idi, Divanı Nəhifi, əgər səhv eləmirsəm. Yox, Xəlili, Divanı Xəlili ya Fürqətnamə ki, o çox gözəl yazılmışdı və çox da ondan, çox deyəndə yox, bir neçə səhifədə ondan oxuduq. Gedək görək ki, bu günləri Fürqətnamə, bu da bu. Bu 2 dənəni yazmışdı. Burada yazıb Hacı Murad, amma biz bu Hacı Muradın adını burada yazıblar, amma biz bunu tapmadıq. Bu Hacı Muradı hardan tapıblar, yazıblar. Ehtimalən kitabı deyək ki, oxuyublar. Gedək görək ki, bugünkü kitablarımızdan Qissəsül Ənbiyanı açaq və onun yanında bir də Koroğlunaməni açaq, görək ki, bunlar nədirlər? Hər günkünə də əvvəl kitabı o qədər kiçiklədirik ki, səhviyyə yerləşsin ki, bir onun yazısını görək. Bu kitab zahirən Fransada olacaqdır, belə görünür, saxlanacaqdır. Əlbəttə, həmişə burada adın yazardı, harada qalır, amma bugün onu görmürəm. Bəli, Fransa olmağını təşxis verirəm ki, bu Fransa dilindədir. Kitabın 2 səhifəsi bu PDF-in bu haqdadır, amma 416 səhifə yazıbdır PDF-də. Mən Koroğlunaməyə baxıram. Əvvəl o birisinə baxaq. O birisi kitaba baxaq, onu kiçiklədirik və qoyuruq burada səhifəyə. Görürük ki, bir nə mənə Arif yazıbdır. Bir Arif elə adın üstünə yazıb, bir Arif deyə bunu yazıblar. Bu 408 səhifədən ibarətdir. Görürük, bu 408 səhifənin ən azından hər səhifədə 2 dənə səhifə qoyublar. Mən gətirim bura. Bu kitab İran Şura Məclisində saxlanır, zahirən beləsi görünür. Kitabın boyunun qoyublar 25, 26, 26 santimetridir. Eninə baxaq, görək ki, eni nə qədərdir? Eni də 2 səhifəsi 48, yəni 24 də bunun eni də hər səhifəsinin cəlibdir. Çox eni, boyu da uzundur, eni də çox enlidir. Kitabın adı Qissəsül Ənbiya türkcədir. Gördüyünüz kimi İran burada diqqət eləsəz, görərsiniz ki,
1, 2. Hər səfədə indi 2 səfə gəlir, tərsə düşdü bu kitab. Baxın, buracan tərsədir. Yəni əvvəldə beləsi, sonra bir səhifə. Döz səhifə qoyublar. Ya da ki, döz səhifə yazılıbdır. Baxın, məsələn, burada görürük ki, birinci səhifədə, cildin bu birisi əlində 4 səhifə var kitabda. 4 sütun içində yazılıbdır və tərsədir, bir-birindən tərsədir. Ehtimalən qərar imiş ki, bu kəsilə, düzələ, amma elə beləsi qoyublar, kitab eləyiblər. Yəni, təltələsik, o birisi səhifəyə gedək, elə orada da o cürdür. Yəni, hər səhifədə 4 səhifə, yəni bunu səfə bağlayanda kitabı, bəli, aynı vəziyyətdə gedir. Bir üzü boşdur, yəni səfənin bir tərəfi boşdur, bir tərəfi, mən yenə qeyd etdim əvvələ, baxın, bu bir səfənin üzündə 4 səfə görsənir, 4 dənə vərəq görsənir, səfə görsənir əslində. Bu dalısı ağdır. Bu birisi səhifəsi bu şəkildə gedir. Eyni halda burada diqqət eləsək, görürük ki, kitabın əvvəlindən kitab çox cırılıbdır. Bu Şirazə görsənir, Şirazənin ipləri görsənir. Kitabın da bu səfədə görürük, cildə yapışıqdır. O da cırıqdır. Burada baxanda nömrələrə görürük ki, 45, 40, 48 burada görürük. 44, 45, 46, 47 yox, burada gərək düz ola, nədənsə bu düz deyil. Hər halda burada belə bir şey görürük. Bu səhifə dedik boşdur. Bu birisi səhifədə 20, 45, 48. Yenə həman səhifəni görürük ehtimalən. 48, 45. Kitab çox qatışıqdır. Bunlar səfə bəndi olacaqdılar, kəsiləcəkdilər, gedəcəkdilər yerlərinə. O cür bir şey görünmür beləsi. 20, yenə bu nə cürdür? 20, 45, 88. Kitab gəldi. O ehtimalən bir səfədən neçə dənə əks alıblar. Yəni bu bir səhifə ki, burada görürük. Bu təkrar olubdur, amma burada möhür əksi var. Calibdir, qoyun oradan əzabı görək. Görək əzab. Yox, burada bir ayrı səhifədə əzab getdi. Əzab burada yenə də gəldi. Tamam, buradan bu neçə səhifə ki, gördük, bunlar təkrardır. Hər nədir? Orada bir şey yoxdur. Buradan bu üzə kitabın əsli başlanır və görürük ki, Quran kimi bunu bəzəyiblər, təzhib eləyiblər, təzhib işi görünür bunun üstündə və çox gözəl xətt ilə yazılıb, amma buna su gedibdir. O 4 səhifədə göstərdi bizə ki, bu kitab çox həpriyibdir və köhnəlibdir, çürüyübdir, dağılır. Amma vaqəən bunun təzhibi şahkardır, əl yazması çox gözəldir, amma dediyim kimi, biraz da İranda bilirsiniz, bu kitabların əksini salında fokusları düz olmur, səfiyyə elə bir üstündə duman səpilibdir, toz səpilibdir, onun altından görürsünüz. Vaqəən biraz zor edir, neçə dəfə bunu görmüşük. Bir kitabın 2 səhifəsini əvvəldə təzhib ilə görürük, 3-cü səhifədə görürük ki, sətirlər çox bir-birinin dibində və uzun sətirlər, dedik ki, kitabın eni boyu çoxdur. Uzun sətirlər bir-birinə yaxın və bəzi kəlmələr qırmızı, qalan kəlmələr qərə, bulud da gəlib üstünə, burada da bir möhür vardı. Hər səhifədə də ehtimalən 20 sətir olar. 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20, 23. Hər səhifədə 23 sətir var və hər sətirdə ən azı 20 kəlmə olacaqdır. Mən bunu biraz yekəssəm, bu kəlməni oxusam, yəni az qala özü bir kitabdır, hər səfər bir kitabdır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26. Mən vələri də hesablayanda 26 olur. Amma əgər vələri çıxsaq, ehtimalən 24 ya 23 olacaqdır. Yəni, bu qədər çox yazılıbdır səfədə. Bir səfədə, yəni fərz edin ki, 23 sətr, indi bunu zərb eləsək,
Buna nə oldu? Nə oldu ona? 23 sətirdir. Əgər bunu çarpsaq, məsələn 24 kəlməyə ortalama deyək, 768 kəlmə hər səhifədə vardı. Bunu da neçəyə çarpaq? 816 səhifə deməyək, 800 səhifə deyək. Onu da çatsaq 800 aydat. 23-ü çarpsaq 24-də olar. Bir belə bunu da çarpsaq 800 səhifəyə olar. 441 min kəlmədən çox bu səhifədə, bu kitabda kəlmə yazılıbdır. Xətti çox gözəldir. İnsafən bunun gözəlliyində söhbət yoxdur. Amma dedim, İranda normalda bu kitabları oxumasınlar deyə, yəni bilim üzrə düşünərək kitabları elə saxlırlar ya elə əksin salırlar ki, insanlar bunu oxuya bilməsinlər. Məclisə də getsən bu kitabları verməyəcəklər oxuyasan, ona görə. Burada bir şey görürük. Bir möhür görürəm. İstəyirəm bu möhürü oxuyam, görüm ki, nədir. Mütəəssifanə bu şey möhür müfti Əhəd nə mənə Mollayı bini Molla Yahya deyiləbi Yahya ibn Əhməd Cəşt Zifəzli Müfti Əhəd 1308 tarixində belə bir möhür vurublar bu kitabın üzərinə. Kitabın bir çox yeri qırmızı, çox bu gözəl kitab olacaq. Çünki bunun içində bəzi bəhsləri görürəm ki, baxarıq görürük nədir. Dedim gözəl bəhs olacaq, birdən gördüm ki, içində hər halda gözəl bəhs olacaq, çünki türkçə bir kitabdır. Çoxlu bunun şeyləri var, yəni mövzusu 800 səfədir də, bunun qonuları çox olduğu üçün burada neçə səfə? 4 səfə 1, 2, 3, 4 3 səfə kollən bu kitabda nə keçəcək onu yazır, xülasə olaraq hərəsindən bir kəlmə yazır, calibdir, bunları oxuyarıq. Kitabın dövrəsində görürsünüz ki, 3 cizgi ilə buna şey çəkilibdir, çərçivə. O çərçivənin içində yazılar yazılıblar, dedik ki, neçə sətir dəhrəsində yazılıbdır. O möhr təkrar olur, bir dənə də ayrı cıqqılı möhr vurublar. Bu da bir məsələdir. Kitabı görürsünüz, səfəli ruh. Bəzi çox kəsib saxlanıbdır, üstünə mürəkkəb dökülübdür, su keçibdir. Yəni kitabın başına çox oyun gəlibdir. Və burada da görsəsən, məsələn, elə bir kömür tökülüb bunun üstünə yayılıbdır, hər yeri qəri olub buradan bu üzə çox, vah, getdikcə üzdən bu qərəliklər çoxalıbdır. Əcəba bu yazı cöhər su belə eləyib bunu, yoxsa cöhəri çox keyfiyyətə aşağı imiş. Bilirsiniz, bu cöhəri od yandırırlar, odun tüstüsündən düzəldirlər. Ehtimalən bu adam şəm tüstüsündən yox, gedib məsələn odun tüstüsündən düzəldir. İçində şeyi də ola bilərmiş, amma xətt çox gözəldir. Xətt gözəl olduğuna deyirəm ki, yəni o içində toz kimi qalsın, hərəkət eləsin, sonra dəftər bir-birinə açıb bağlayanda məsələn sürtüşsün, beləsi olsun. Yəni buranı oxumaq özü bir zülmüdür. Allah. Heyf. Bu gözəllikdə kitab. Burada biraz yaxçılaşdı. İnşallah buradan bu üzə lağəl biraz salim qalar, oxumaq ola bilər. Xətt biraz değişdi, nəzərimə gözəlləşdi. Mən biraz qeydim əvvələ. Yox, xətt həmandır. Ərəbcəni Quran ayəsi olanda ya hədis olanda çox fərqli yazır, ayrı bir qələmlə yazır. Bu şeyləri keçək.
biraz tozlu əks salıblar, biraz da kitabın özünün qalma. Burada xətt dəyişdi. Xətt hangi səhifədeysək, 80-ci səhifədə sağ səhifə ilə sol səhifənin bir-birini qarşına qoyanda bu hər halda ikisi də xəttdir, bəli, fərqli yazılıbdır. Hətta bu səhifə ki görürük, sol səhifə, bu iki xətt ilə burada yazılıbdır. Arxası da aynı ikinci xətt ilə davam edir. Getdikcə də üzdən dəyişilir. Yenə də bir möhr gördük, yenə dəyişdi, xətt qeydli həman xəttdə. Bu neçə səhifədən sonra xətt qeydli həman əvvəlki xətt ilə, o daha gözəl xəttdir. Nə bilim, buna deyirlər ki, şikəstə deyirlər, nə deyirlər. Hər halda xəttləri mən adlarını bilmirəm. Getdikcə də fərqləşir. Bu da, yəni, getdikcə elə bir ustadlaşır. Xətləri daha yazır. Kitaba dediyim kimi çox dəfələrcə su gəlibdir və o hər kəs imiş elə göylü istəyib ki, hər səhifəyə bir dənə möhür vura. Hər neçə səhifədən bir möhür basıb kitaba. Dediyim kimi kitabda getdik, burada gəldik 129-cu PDF-də 129-cu səhifədə həm bir dənə xas möhür var ki, şeydir, pres olubdur kitab, orada görünür. Həm də xətt yenə dəyişdi. Buracan 3 xətt ilə, şəriətdə 4 xətt ilə qarşı-qarşıya oluruq. Və getdikcə də bunun xətti fərqli olur. Yenə də qeydli, vəsətdə 3 səhifədən sonra qeydli əsli xəttinə. Burada da o xətt biraz dəyişdi. Əsli xətti ilə yazır, amma biraz fərqləndi. Yəni, o da yenə də dəyişdi xətt. Bu kitabı neçə əl yazıbdır. Hər əl özünə görə bir xətti varmış. Məsələn, burada bu xəttinlə, bu birisi xəttin fərqi var. Onları sürət bizə bunu göstərə bilir ki, bunların fərqi vardır. Yenə burada bir ayrı xətti. Ehtimalən bu kitabı neçə nəfər yazırmış. Yəni, bir neçə nəfər bunu yazmağa çalışıblar. Səfələri hala səfərlirik, görək ki, şeydir. Kitab biraz mən bunu sürət ilə gedim qabağa, çünki bildik ki, bu kitab neçə xətt ilə yazılıbdır və möhürdə çoxlu möhürlər vurulub bunun qırağına. Heyf olsun, kitab özünün keyfiyyəti, xəttin keyfiyyəti çox qəşəngdir, amma cöhərin ya da ki, saxlamasında bilmirəm, bəlkə də su geçdiğindən dolayı çox fərqlidir. Əl yazıları da çox fərqlidir. Heyf olsun, bu gözəllikdə kitabın əksi lağəl yaxçı olsaydı, eybinin biri azalardı. Bunu oxumaq daha rahat olardı. Kitabın son səhifələrinə gəlirik. Bu son səhifələrində yazı dahi kiçik yazılıbdır. Görürsünüz və bunları görürük. Axirdə də 3 dona, 4 dona möhür burada səhifənin üstünə basıblar. Kitabın qutulmağı bu səhifədədir. Əlbəttə, burada da davam edibdir. Təmmətil kitab, burada da təmmətil kitab vardı elə bir. Və burada təmmətdən sonra da bir dünya şeirdir, nədir yazılıbdır. Üstünə də dediyim kimi möhür basıblar və kitabın cildindən sonra o 4 dana səhifə ki qoyurdular, yenə də burada vardı. Bu ehtimalən bu o kitaba heç ilgisi yoxdur. Bu 4 dana səhifə ki, hər səhifədə 4 dana səhifə, burada da onu görürük. Kitabın da cildi göndür və qərədir. Əvvəl bu kitabın bir tarixinə bir baxaq, görək ki, eləyə bilirik bunu oxuyaq. Təmmətil kitab hazihi səhifətil lətifə əş-şərifə əl-qisəsil Rəbfəri Əl-Qisəsul Rəbsəzi tamam buldu. Bu kitab Əl-Qisəsul Ənbiya tarix qədəminin 230
30 Tavşan yılı Rəcəb ayının 8'i Pərşənbə günü Xanqadur Dərzəsi məhəlləsində Fəqirül Həqir Molla Əbdürrəhim İbni Molla Əbdürrəuf olacaqdır. Əbdürrəuf nevişti şüdə büt. Calibdir. Türkü, farsı, ərəbi qatışdırıbdır. Bir də bunu qeysaq, tarixi doğru oxumağa başlasaq, təmməti kitab-ı hazihi səhifəti lətifəti şərifə əl-qisəs əl-rəb'əzi Rəbfəri hər nədir bu, oxuya bilmirəm bir şeyə, bəz edəmirəm. Tamam buldu. Bu tarda hər nədir? Buracan deyir ki, tamam buldu. Bu kitabı Əl-Qisəsul Ənbiya. Adı Əl-Qisəsul Ənbiya. Tarixi qədəminin nə demək olar? 200 tarix yazarın adını burada yazar. Tarix qədəminin 230 Tavşan 230 qədəmin nə olacaqdı bu? Ehtimalən Həzrət Məhəmmədin tarixi ola bilər. Amma olmaz. Çünki bu xətt çox fərqlidir. Bu xətt o qədər də şey olmaz. Tarixi qədəminin taparıq burada. 230. Hələ 230'u burada yazaq. 230 tarixi qədəminin. Qədəminin 230 Tavşan ili. Tavşan əlbəttə yazıbdır. Tavşan ili. Rəcəb ayının 8'i Pərşənbə günü. Xanqadur vazəsi. Xanqa dərvazəsi ehtimalən məhəlləsidə. Xanqah dərvazəsi məhəlləsi. Fəqirül Əhqər Molla Əbdullah yazar. Molla Əbdürrəhim İbni Molla Əbdürrəuf nevişte şüdə bud. Beləsi bir şey yazıb burada, amma bunu bir qoyaq görək ki, bu ili çıxada bilirik. Kitab-ı Qisəsül Ənbiya. Bu şey bağlandı, bunu tapa bilsək. Tamam. Buradan bir köməklik alaq görək ki, bunu tapa bilir ya yox. Kitab-ı Əl-Qisəsul Ənbiya. Türkçe yazılmış ve İran Milli Şura Meclisinde saklanır. Bu kitabı Molla Əbdürrəhim
İbni Molla Əbdürrəuf beləsi yazılıb Rəuf yazmış. Lakin bunun tarixinin oxunmasında zorluq çəkirəm. Nə yazmış? Yazmış, beləsi yazmış. Yazmış ki, Qədəminin 230 tavşqan. Qədəminin, bunu biraz kiçik eləsək, əcəba oxuya bilər miyiz ya yox? Onu Qədəminin 230 Qədəminin 230 30'u da beləsi yazmayıbdır. 230 tavşqan yılı 230 tavşqan yılı tamam. Tavşqanı da şu eləyək. Görək ki, bunu bizə oxuya bilir ya yox. Bundan bizə bir məlumat verə bilir ya yox. Yenə götürdü farsı, əvəzin şeyə də farsı yazır. İbarət nivişdirdi qədəminin 230 tavşqan yılı. این جمله در واقع دو جور تاریخ رو با هم داره. یک عدد سال، نام سال در تقویم 12 حیوانی ترکان 230. این بخش کاملا روشنه. 230 یعنی 230 tavşqan yılı, tavşan, خرگوش. این مربوط به تقویم 12 حیوانی ترکی اوغوزی در متن قدیم خیلی رایجه مثل سیچکان، od, bars, tavşqan, əjdaha, yılan və amma qədəmünün yəni çi. این نکته ظریفه. در نسخه های قدیمی قدمین معمولا به جای یکی از اینها میاد. احتمال قدمین قدم هجری یعنی به حساب هجری. پس عبارت به حساب هجری 230. نتیجه نهایی خوانش درست عبارت را اینطور: به حساب هجری سال 230 سال tavşqan خرگوش. تبدیل تاریخ تقریبی سال 230 هجری قمری 844 میلادی و این دوره دقیقا با اوایل عباسیان دوره رایج بودن ترکی علمی دینی در خراسان و آذربایجان کاملا جور در می آید، مخصوصا برای کتابی مثل قصص الانبیا. Cəlibdir. Amma məsələ budur ki, indi mənə burada bir dana irad gəlir dostlar. Əlifba və xətt bir iş görək. Əbbasilər dövrəsindən bir neçə kitabın nümunəsini istəyək. Əcəba sənə imkan varmı ki Əbbasilər çağında Türkcə Azərbaycanda yazılmış kitablardan bir neçə vərəq göstərəsən. Görək belə bir iş görə bilər. Yəni əgər o zaman, yəni mənə belə gəlir ki, bu xətt məsələn xoşnevisi deyirik indi. Bu o zamana
ömrü yetişməz. Yəni o zaman dahi şeydir, tezdir ki bu xətt. Bu xətt yəni bevaxt düzəlibdir. Amma əgər o zaman Əbbasilər dövrəsində 1000 ildən çox olur. Yəni bu deyir ki 230 hicrətdə. Əgər 230 hicrətdə düzəlmiş olsa, biraz şəkkim var. Biraz ki, yox, çox şəkkim var. Nəzərimə gəlir ki, bu xətt, yəni indi bu xoşnevisi hər nədir adı bilmirəm. Bu xətt çox bevaxtlar düzəlib. Olar bilər 400 da 500 il sonra, yəni hicrətdən sonra düzəlmiş olar, ən azı. Amma əgər Əbbasilər dövrəsində bu xətt var imişsə, onda əlbəttə bu da axtarır, bir səhvə axtarır, əks gətirəcək elə bir. Umaram ki, gətirsin. Onda bu kitabın ömrü 1000, indi əlan bunu da hesablayaq, bu da yaxçıdır. Bu kitabı yazan Molla, özü də bu hardadır axı, məhəllənin adı da şeydir, calibdir. Çünki deyir bu, Xanqa Dərvazəsi məhəlləsində belə bir məhəllə gərək olmuş ola bir yerdə Vəli Molla Abdurrahim İbni Molla Abdurrauf bunu yazıbdır. Bəllidir ki, orada burada da türkcədən şeydən istifadə edibdir. Amma bu kitab bu günləri 1447-ci ildir, yox, əgər bundan çıxsaq 230, bu olar 1217 il öncə yazılmış bir kitabdan danışırıq. 1217 il öncə yazılmış kitab. Bu çox önəmli bir konudur. Çünki Türk dilində 1217 il bundan qabaq Qisasül Ənbiya deyə bir tarix yazılıbdır, bir kitab yazılıbdır və bu 800 səhifədir hududən. Bu çox önəmlidir. Bunu əgər tapa bilsək, bu əksi düzəldir inşallah, bu əksi tapa bilsəm. Mən gedim bu əksi də Google-dən də istəyim mənə bu əksin tayını tapa bilsə, axtarsın, tapsın. Tapdı. Tapdı, amma bunu bir tamam, Google-dən də istəyim bunu. Görək ki, Google bizə bu haqda bir köməklik eləyə bilirmi, eləyə bilmirmi? Türkcəmizin yazılması, yox bu şeydir. Bu Google əslən bu haqda köməklik eləmədi, amma Google-in bir dənə ayrı formatı var. Mən o formatı buradan Gemini. Bu Gemini əgər bu bizə bir köməklik eləsə, tamam, bu da eləyə bilər, bizə bir bəlkə köməklik elədi. Bunu oxuyarıq, yazır burada, amma gedək bunun yanıncan bu əksə baxaq. Birinci əksə baxırıq burada. Aha, yekəldək bunu görək. Burada bir kitabın əksi Əl-Hikayati Paizi Sultan Sətman. Bunu görüm əgər yekəldə bilsək. Yekətdik. Olmasa da bunu. Baxın, mən dediyimdir. Xətt o zaman bu xətt yoxdur. Yəni Əl-Hikayati Paizi Sətman Cəlal ya Xəlal Sətman Cəlal qış yeni iş Türkcə mənzumə. Yəni bu bəlkə bir ayrı ləhcə, Türkcənin bir ayrı ləhcəsindədir. Amma diqqət buyurun, görün ki, xətt çox fərqlidir. Hətta ərəbcəni də istəsək, yenə də fərqli olacaq. Jargon və mümarisədən bunu dedim, çox fərqlidir. Kaş bunu eləyə bilər ki, bir ayrı bunu nə cür eləyəcəyik? Tamam, beləsi daha sadə və başqa xətt
əlyazma bula bilər misin? Görək ki, ayrı bir əlyazma da tapa bilərmiz. Bunu da əlbəttə şeydən də istəmək olar. Yəni kitabxanalarda axtarıb Əbbasi dövrəsində yazılan kitablara baxmaqla eləyə bilərik ki, görək bu xətt o dövrədə var ya yox. Amma bu xəttin mən adını bilmirəm. Nəstəlik, nəmnəmənə nəstəlikdir. Əlbəttə bundan bir əks salıb qoya bilərik bura. Yəni kitabımızı tapsaq bundan mən elə bu səhifəsindən bir əks salım bunun. Görək ki, buna nə deyir? Gedək buradan bunun əksin. Shot screenlərdə burada shot screendə bunu sürətlə edit eləyək. Biraz kiçildək ki, bunu görə bilsin. Save eləyək və sonra bunu gətirək qoyaq. Hara? Bura. Tamam. Bu səhifədə yazılan əlyazma xəttin adı nədir? Və hansı tarixdə bu növ əlyazma ixtira olubdur? İxtira deyirəm, ola bilər ki, ixtira olmasın. Bir ayrı səhifə gətirdi. Baxın, xətlər çox fərqlidir. Yəni, sağ olsun, yenə PDF burada bizə daha bir ayrı səhifə gətirdi. Yəni, bir ayrı xəttinə. Amma görürsünüz ki, gördüyünüz kimi burada baxa bilirik buna. Baxın, bu müfbizi bəndi cinani axərül münadi və bəş. Əgər diqqət buyursanız xəttə və yazılma formatına görərsiniz ki, yəni burada dəndanə yoxdur əslində. Mən burada baxıram, sin, şin, məsələn, burada si var, qudusət, sin dəndənəsi var. Nəfis ya nəfs, burada bu sin dəndənəsi yoxdur və ye halətində deyil. Əlbəttə buna çox diqqət eləməlidir. Yəni bu mən daha bu əlbəttə deyir ki, bu səhifə çox gözəl nümunədir. Sualın da dəqiqdir. Bu səhifədə görünən əlyazma Osmani divani ya nəsx dili xətt şinasların açqa İrani türk xətt sünnətinə bağladığı bir xəttdir. Bu xəttin adı nədir? Bu səhifədəki əsl xətt təliq. Bəzi yerlərdə nəstəliq əvvəliyyə, qədim nəstəliq, yəni mətn əsli təliq, bəzi nərmişüdə ayrı sütur, təliqdən nəstəliqə keçən mərhələsi bu xətti əyir, əginli, yatay, milanlı. Huruf bir-birinə bağlanır, nöqtələr və hərəkat azdır, rəsmi, divani və mükatəbəyi üçün münasibdir. Bu xətt hangi tarixdə ixtira olub? Təliq Hicri 7-8, yəni 600 ilə ta 700 illərdə, miladi 13-14 illərdə ilk bar İran, Azərbaycan, Xorasan deyilən yerdə ki, o zaman İran yoxdur, Azərbaycan və Xorasan var. Nəstəliq, təliq və əlavi nəsx tərkibi olubdur. Hicri 800 ilində sonlara başlanıbdır. 800 ildən sonra bunların heç birisi ilə tutmur bu xətt. Çünki bu kitabın tarixi keçir Əbbasilər dövrəsinə.
Əbbasilər dövrəsində də bu xətt deyir yoxdur. Bu xətt olmadığı üçün Mir Əli Təbrizi meyarlaşdırmışdır. Bunu da Mir Əli Təbrizi yəni 700-cü ildə 700-cü illərdə bu Mir Əli Təbrizi bunu düzəldibdir. Bu səhifədə nə mühümdür? Çünki təliq xətti Əbbasilərin son dövrəsindən İlxani, Cəlairi, Teymuri dövlətləri dövranında və bədən Səfəvi Osmani divan sünnətinə daxil olmuşdur. Ola bilər Əbbasinin deyir sonlarında olsa tamam, ola bilər. Bu görünən səhifə 800-900 il Hicri deyir, o zaman yazılmış ola bilər, amma biz onu gördük, o deyil. Bu adam özü tarix yazıbdır. Möhürlər və haşiyə yazılar. Qırmızı möhürlər divani, qəzai təsdiq, alsatma, haşiyədəki ayrı yazılar, təliqdən da azad şəxsi dəstxət. Bu da sənədin rəsmi divana bağlı vəli türk-İrani mühitdə yazıldığını göstərir. Xülasə, xətti təliq üstün, qədim nəstəliq əsərləri ilə ixtirası 700-800 illər arasında olubdur. Üzr istəyirəm, 600-700 illər arasında olubdur. 700 ilə 800 illərdə çox raic olubdur. Azərbaycan, İran yox idi, Xorasan. Bu səhifədən çənd sətrin paoqrafik oxunuşunu ya nəsx, sülh divanı ilə qiyas. Bir dənə ayrı bir iş görürüm. Mən buna görə xəttləri də tanıyayım. Aleyküm səlam. Bir iş görürəm. O da nədir? Deyək ki, ərəb, türk əlifbası ilə yazılan tüm xətlərin hərəsindən bir nümunə verər misin ki, onlarla tanış olalım? Görək belə bir şey verə bilər. Amma bizə yaxşı məlumat verdi. Yəni, bu məlumat doğru olub olmamağa əlbəttə biz axtarıb tapmalıyıq. Təbii ki, gözləməyəcəyik ki, düşmənlər yazdıqlarının üzü ilə biz gedək. Amma bir ittilaatdır da. Pəs bu kitab, dostlar, 1217 il bundan qabaq Əbbasilər dövrəsində təliq xətti ki, nəstəliqə keçəcəkdir, o xəttinə yazılıbdır. Bu birinci şey ki, burada öyrəşdik. 1200 il öncə, yəni Firdevsi Mirdevsizad o zaman yoxdur. Hələ doğulmayıbdır. Burada kitabın üstündə ehtimalən Mir Arif olacaqdır. Kitabın adına qoyulubdur. Kitabın əvvəlləri dedik, biraz şey eləyək, gəlsin, bu neçə səhifə ki, görürük, bunlar geçsin. Burada bir şey yazılıbdır, əcəba bunu oxuya bilərik. Əl-hədisul əl-ədəbə ilə əhana, belə bir şey. Baynahi qıs qüküşiqlik şümalu vax qaydım imanımının oğlu. Belə bir şey yazıbdır. Baynahi qıs qüküşiqlik şümalu vax qaydım imanın oğlu qadir qarida oqduğunan bir talib nəmənə kitabı verdir. Kitabı hər halda Əbdülhəkim İbni Əbdülhəmiddir. Nədir? Bu kitabı oxuyub bir nəfərə veribdir, amma bizim mən oxuduğum ləhcə, tanıdığım ləhcədə yazmayıb bunu. 1988 yılı bu kitabı əlinə alıbdır bu adam. Görürsünüz, baxın, burada yazmaqla bəllidir ki, keçən 200 ildə başımıza gələn bir şeydir. 1988, çox da uzun il deyil, əlbəttə bu. Yəni, 2000 illə bunun o qədər fərqi yoxdur. Yəni,
26 il buradan 12 ildə oradan desək, məsələn bir 40 ilin bu əl yazmasıdır burada. Təbii ki, o zaman beyinlərin hamısı qərbiləşibdir. Gedək burada kitabın başlanışına baxaq. Bismillahirrahmanirrahim. Xəttin gözəlliyinə bax. Elhamdülillahi əla kulli halin. Sansız, gözəl, biədəd, la təid sözün ərəbcə idi. Birinci dəfə görüm, sansız, saysız, hesabsız. Sansız həbdü sənaul Xuday əzz və cəl. Əgər bu Azərbaycanda yazılmış olsa, bunu götürəcəksən bu kitabı, salacaqsan tüm farsçıların ağzına. Kəsrəvinin qəbrinin üstünə gərək bir dənə bu kitabdan qoyasınız. Bir dənə o təbainin qəbrinin üstünə qoyula. İranın məclisinin qabağına beləsi qoyula ki, bu kitab harda yazılıbdır, ha zaman yazılıbdır. Elhamdülillahi əla kulli hal. Sansız həmdü sənaul Xuday əzzə və cəlğə kim öz qüdrəti birlə bizlərini Adəm yaratdı kim? Yaratdı. Bu dil dedik ki, nədir? Cığatay ləhcəsidir. Bu cığatay ləhcəsi, indi mən bundan da bir əks salım. Bu da cəlib olsun, göndərim bu şey. Görək bunu da oxuya bilir ya yox. Oxumasın, yox bizə. İstəyirəm ki, bunu fəqət kitabın gözəlliyindən şey eləyəmirəm, yəni kəsənmirəm, deyirəm, qoy bu da görsün ki, belə bir gözəllik var. Kitabın gözəlliyinə baxıram, çox gözəl yazılıb, çox da tarix, yəni məndə indi bir həyəcan var dostlar, bu kitabı görməklə məndə bir həyəcan var. 1217 il öncə yazılmış bir kitabla türkcə qarşılaşırıq ki, indi bunu istəyirəm qoyan bu şeyə görün, bu nə deyə bilir bizə. Nümunələr də istəmişik, bu xətlərdən gətirəcəkdir, umaram. Buradan bir əks qoyaq, görək ki, bu kitabın xəttinə görə bu səhifədə yazılan xəttin adı nədir? Hangi dildə yazılıb, hangi tarixdə ola bilir? Bu xətt və kitab sənə tanış mıdır? Tamam, bu sualları soruşduq, görək ki, nə deyəcək bunların haqqında. Buna da biz bilgi də yükləyək də, yəni bir tərəfdən də çox qiymətli və söz açan bir səhifədir. Söz alalarının hərəsinə ayrı-ayrı dəqiq cavab verim, suallarının arasına. Bu səhifədə yazılan xəttin adı nədir? Bu səhifədəki əsl xətt nəstəlik. Baxın, bura deyir nəstəlik klasik. Açıq. Nişanələri nədir? Sutur, yatay və mövcülü. Nun, y və r hərfləri uzundur. Kəlmələr bir-birinə nərm əkir. Akır, nərm akır. Şeir üçün standart səhifə tənzimi, qırmızı rəngilə Allah-u Teala və ilahi isimləri. Mən çox diqqət eləməmişdim ki, orada qırmızı var ya yox, baxın bir an baxın. Bəli, qırmızı rəngli Allah-u Teala isimləri. Bizim gördüyümüz Avci Nəstəlik məktəbi təzminli, amma oxunuşlu. Pəs nəstəlik, amma oxunuşlu. Mənə tay deyir. Mən də mötəqidəm ki, oxunuşlu olmasa dərdə dəyməz.
Hangi dildə yazılıb? Əsli dil Farsi, Farsi klassik dərbarı. Belə bir şey deyil, türkçədir. Cümlə quruluşu farsıdır. Ki, çün, əz, be, dil, can, eşq kəlməsi kimi farslara rabitlər divan şeiri qalibi. Amma ərəbcə dua və istilahlar var. Bəzi yerlərdə türkçə zövq və təbir əsəri hiss olunur. Türkün zövqü və qalibdir. Oxuya bilmədi. Bu, Səfəvi Azərbaycan mühitinin təbii nəticəsidir. Burada İran sözünü gətirmədi ən azından. Məncə də beləsi olmalıdır. Yəni, hangi tarixdə ola bilir? Təzyin, xət və səhifə tənziminə görə 10-11 il hicri, yəni 16-17 il miladidə ola bilər. Yəni 900-lə 1000 illər arasındadır. 1100-ə getmir. Təqiq, Səfəvilər dövrəsi. Ehtimalən Təbriz, Qəzvin ya İsfahan məktəbi. Yəni burada yazılıbdır. Nəstəliqin bu dərəcəsi Səfəvilərdə meyar olmuşdur. Kağız rəngi və nəbatı təzyin, do səhifəli divan stili. Bu xəz və kitab sənə tanınmışmı? Xət deyəcəkdim, mən xəz yazmışam. Bəli, növlərine görə tanışdır. Amma bunu dəqiq ünvan və müəllif ilə söyləmək üçün ya divanın əvvəl son səhifəsi ya külüfün fərağnamə lazımdır. Amma ben bir iş görək də, deyək ki, bu kitab haqqında bir məlumat versin. Əvvəldə bunu yap, əvvəldə elə bunu demişdik ki, bu kitab nədir? Qissəsül Ənbiya. Bunu dedik ki, hangi zaman yazılıbdır? 230-cu ildə yazılıbdır. Tamam, bunu bir ayrı cür gətirək qoyaq. Deyək ki, buradan, tamam, buradan. Əl-Qissəs Ənbiya türkcəli deməyək bunu. Surə İslam'da saxlanır. Qissəs Ənbiya kitabı ilə Molla Əbdülrəhim Əbdülrəhuf haqda mənə bilgilər verər misin? Deyə bir soru soruşaq ki, bu iki kitab haqqında bir məlumat verə bilir ya yox. Tamam, çox gözəl şeylər soruşduq. Xətlərə görə də göndəribdir üstə, onu da sonra baxarıq. Bunun dili yazdı Farsi, dedik ki, Farsi deyil, çünki kitab türkcədir. Bir də başlayırıq. Bismillahirrahmanirrahim. Elhamdülillahi əla külli hal. Sansız həmdü sənaul Xudayi əzzə və cəlləqə kim öz qudrəti birlə bizlərini Adəm yaratı. Yaratdı. Yaratı kim? Heyvan yaratmadı. Ehtimalen qoluhu Taala. Yəni qırmızı yazdığı budur. Qoluhu Taala və ləqəd kərrəmna bəni Adəmə və həməlnahum fil bərri vəl bəhri, yəni salih adəmlərə barçəsiğə şərəfi bulğay. Qoluhu Taala innellezine amenu və amilus salihati ulaikə hum xeyrul bəriyyə və yenə adəmlər arasında fəzli kərəmi birlə bizlərini. Burada Bismillahirrahmanirrahim, burada bülbüli sərçeşmi bağı nəim. Gözəl bir şey yazıbdır. Bismillahirrahmanirrahim, bülbüli sərçeşmi bağı nəim. Bu bir-birinə qarşı o gözəl bir şeydir. Vav, əgər bu fərş ola belə bir şey, məhşər olar. Fəzli kərəmi birlə bizlərini ir yaratı və xatun yaratmadı. İr yaratdı, ər deməkdir. İran sözü dedik ki, buradan gəlir. Baxın, türkcədə, yəni bu Cığatay türkcəsində ir yəni ər. Diqqət buyursa, bu cür. İran, yəni irlərin torpağı. İran sözü cəmdir, irin cəmidir. Bir də oxuram buranı, ona görə ki, və denə adəmlər rəsidə, adamlar içində. Adam neçə cürədir deyir, istir onu desin. Adəmlər arasida fəzl-i kələmi birlə bizlərini ir yaratı və xatun yaratmadı. Bizi ir ər, biz də indi ər deyirik, amma bu ləhcə
ədəbi türkcə yazıda o zamanlarda ki, özəlliklə bu türkcə Əfqanistanda və Əmir Əli Şirinəvai çağında, yəni Teymurilər dövrəsində çox yayılıb və rəsmi dil kimi Türk dünyasında yayılıbdır. Orada ir deyir, ər demir. Onun üçün İranda cəmdir, onu yenə də işlədəcəkdir. Mən bir ayrı yerdə oxumuşdum, bunu dəqiqən demişdim. İran cəmi ərlər deyə gətiribdir, cəm gətiribdir. İr müfrətdir. İrati, bizi ir yaratdı. İr də yaratmaq sözündən gəlir. Əgər diqqət eləsəz görərsiniz, yaratmaqla yərəti və ir təqribən bir kökdən gəlir. Ehtimalən yaranmaqda, məsələn, kişiyə, erkəyə deyiblər ki, yaranış anlamına. Sonralarda da gəlibdir ir, ər deyə işlənibdir ki, indi də farsça şovhər dedikləri qavramın türkcəsi ərdir ki, ədəbi dildə ir yazılır. İr yarati və xatun yaratmadı. İzminin xatundin. İzinin xatunundin dərəcəsi artıq durur. İrinin, ir erkeğin. Burada bir şey dedi ki, bizi erkek yarattı, hatun yaratmadı. İrinin erkeğin, irinin hatundin derecesi artık turur. Artık turur. İrin erkeğin hatundan derecesi artıqdır. Burada gene de ir sözün görürük ki, irinin tamam. Qavluhu Teala, Allah'tan bir söz getirir Kur'an'dan ki, kişi erkek hatundan üstündür. Və lirricali əleyhinnə dərəcətun və taxi. Taxi, daxi. Həman daxi sözü ki, indi də işlənir. O, orada taxi bizləri əriq yolğa göndərib. Əriq, arı, saf, təmiz əriq yolğa göndərib, hidayət birlə ağırlayıb, ayırıb, ağırlayıb. Ağır burada hörmət qoymaq, qonaq biri gəlir, əzizləmək. Hidayət birlə ağırlayıb, yaman yoldun. Yaman yəni pis. Yaman iki məna vardır. Bir pis anlamındadır. Bir də yəni savaşçı, mühüm, ağır, qudrətli falan. Yaman bu anlamdadır. Yəni pis anlamda biz işlədirik dedik. Məsələn Təbrizdə deyirlər yaman dedi. Yəni pis söz dedi. Söyüş deyirlər Qəradağda, yaman demirlər. Amma Qəradağda məsələn deyirlər yaman, filan kəs yaman adamdır. Yəni savaşçıdır, beləsi, güclüdür, filandır. Bunlar işlənir. Biraz mənfi mənası var yamanın. Amma burada o anlamda işlətmir. Burada güclü anlamında işlədir. Hidayət birlə ağırlab yaman buldin. Yaman yoldan sakladı. O pis yoldan, yaman yoldan, burada yəni o pis yoldan sakladı. Qavluhu Teala İnne haza sıratul müsteqim fettebi'uhu. İndin qədim ehsani birlə bir zəiflərə, biz zəiflərə tamam. O səhifə qutardı, 2 səhifəni oxuduq. O təzhibin içində olanı keçdik. İndi əsli o çox şuluq yazılan səhifəyə. Öz cinsimizdin Həzrəti Muhammed Mustafa sallallahu aleyhi və alihi və ashabihi və səlləmə ni və səlləmni peyğəmbər və başçı ibardi. Başçı qoydu. Qavluhu Teala Ləqəd ca'akum rasulun min enfusikum də azizun aleyhi fa'antum harisun aleykum bil mu'minina raufun rahimun və taxi biz müngülüqlarını, bu müngülüqlar nə deməkdir onu mən bilmirəm. Qoy görüm müngülüqlarını yazaq burada soruşaq.
nə cür yazılmışdı? İndi bunu biraz kiçildək ki, görək da. Müngülüğ, müngülüğlarını nə deməkdir? Görək ki, bunu tapıb bizə deyə bilir. Müngülüğlarını Həzrəti Muhammed Mustafa sallallahu aleyhi və səlləmə ümmət qılıb özqa ümmətlərdən artıq qıldı. Artıq onlara üstün qıldı. Artıq burada bilirik ki, izafə. Artıq biz indi deyirik. Bəzən x ilə də artıq deyirlər bəzi, amma artıq qıldı. Yəni bizi onlara üstün elədi. Belə bir şey düşünürmüş. Amma bu və taxi biz Mongollarını, indi görək Mongollar nə deməkdir? Moğollar istir desin. Mongollarını soruşursan, yəni kitabda keçən rivayətlər, qulaqdan qulağa aktarılan qıssə və nəqlilər, Mongollarını. Amma burada o məniyə və taxi biz Mongollarını, biz yox, bu anlama gəlmir burada. Biz, məsələn, qullar, burada o anlama gələcəkdir, amma Mongolları burada deyir ki, nəql olunmuşlar, Mongoluq nəql olunmuşlar, amma nəql deyil burada, çünki deyir ki, biz Mongollarını Həzrəti Muhammed Mustafa sallallahu aleyhi və səlləmə ümmət qıldı, bizləri ona ümmət elədi. Burada nəql qol anlamına gəlmir. Burada fərqlidir. Məncə bu kitabda bu şey eləyə bilmir. Mən sənin nüsxənin eyni mətnini görmədən sətir-sətir oxuya bilmərəm. Tamam, onda bunu yazaram ki, taxi biz Mongollarını tamam Hazreti Muhammed Mustafa ümmət Mustafağa beləsi yazıq. Hazreti Muhammedğa beləsi yazsaq olar. Hazreti Muhammedğa ümmət qılıb və özqa ümmətlərdən artıq qıldı. Ümmət qılıb özqa ümmətlərdən artıq qıldı. Tamam, görək ki, nə deyir? Bunu da copy. İndi burada bir iş götürək də, deyək ki, anlamı nədir? Tamam. Görək ki, burada mən nəzərimə bu düz oxumur. Onu biz düz oxumağa çalışaq. Qawluhu Teala kuntum xeyru ümmətin uxricət linnasi və dürudi təhiyyat və sələvat ol rast sözlük və qutluq yüzlük. Diqqət buyurun, sözlü yəni və qutluq yüzlük ləəmrükə taclıq ləəmrün taclıq lolaukə ma xalaqtul əflak hürmətliq subhanəllazi əsra biyədihi və əbdihi leylən mi'raclıq vallahu xeyrun minən nasi cəbhəlik
və cəbhəlik və an və innəkə lə'alə xuliqin əzim qılığlıq və la təmsəni fil arzi mərəhən yürüşlük. Burada indi həm Türkçə, həm ərəbcədir. Amma biraz da bu kitabın şeyi oxunmur, ona görə mən qeydim görüm o kəlməni tapdı ya yox. Sualın çox nazik və mənilidir, amma bu kəlməyə gələndə dəqiq olmaq lazımdır. Çünki münquluq yazılışı çənd cür oxuna bilir və mənisi həm ona görə dəyişir. Mən səni yoldan çıxartmadan mərhələ açım. Cümlənin oxunuş mənisi, sənin cümlənin mənisi, aya Həzrəti Məhəmməd bizi ümmət edib, aya olmaz, başqa ümmətlərdən üstün qıldı, belə bir şey deyil, aya deyil, o imanı vardır ki, belə olubdur. Munqların mənisi nədir? Munqlar kəlməsi haqda dəqiqlik, munqlar şəklində kəlmə Quranda, səhih hədislərdə və klasik ərəbcə İslami istilahlarda bu şəkildə sabit bir termi deyil. Bu nədənlə ehtimallar baxmalıyıq. İhtimal həman. En güclü ihtimal. Münquluq, münkərluq. Doğru deyil, bu da düz deyil. Oğuz Türkçənin qədim yazılış təfavütü ilə münkir ərəbi həqiqi inkar edən, luq halət sifət, yəni munluq həqiqi tanımaq inkar haləti. Yox, belə bir şey yoxdur. Hər halda mən düşüncəm ondan nəzərimə çox saibdir. Gəldi yetişdi burası deyir ki, və la təmsa fil ərzi mərəhən yurdüşülük və iza salikun ibadi ənni qəribun xitablık və əmməs sailə fəla tənhər itablıq ma zəğəl bəsər və ma təqa himmətlik fəkane qabe quseyn əv ədna rəfətlik və ləsifə yu'tikə rəbbükə fətərza şəfaətlik التائبون العابدون ümmətlik və minəl-leyli fətəhəccəd bir nafilət namazlıq, nafilə həman. Fətəhəccəd bi nafilə namazlıq fəuha ilə əbdihi ma uhiyə abdihi ma uhiyə razlıq, raz tutmaq, razlıq la əhsa sənaun aleykə əntə küma əsneyt niyazlıq əsneyt aleykə əntə kəma əsneyt niyazlıq ya eyyuhəl müzəmmili qumil-leyle illa qalilan uluşluk la yelafun Qureyşin ilafühüm gərindaşlıq əs-sabirinə və sadiqinə quldaşlıq. Əcəb calibdir. Qur'andan bir şeycə gətiribdir, onun xülasəsini deyir ki, anlam budur. Yəni üstdən diqqət eləsək, mən bir də qeysəm üstdən oxusam çox gözəl, yəni bu məna Qur'anı Türkçə nə cür düşünürmüş, fərqli düşünür. Oturub bunun üstündə şey eləmir, çox gözəl məni istixrac edir, deyir ki, və qutluq yüzlük ləumrükə taclıq lolau kələmə xələqtul əflak hürmətlik. Burada Allah deyir ona, üstəkini oxuduq əlbəttə. Dedik ki, qutluq bir şey, üstə dedi ona mənə qutluq, bizdə bilirik qut nə deməkdir? Müqəddəs. Qutluq, yüzlük, ləumrükə taclıq,
Qurandan ayət gətirir. Ləumrükə taclıq, tac. Lowla kəma xələqtul əflac. Əgər sən olmasaydın mən şey eləməzdim. Hürmətlik. Burada deyir, hürmət qoymaqdır bir-birinə. Subhanəl-ləzi əsra bi əbdihi leylən mi'raclıq. Orada da deyir ki, bu meyraca. Meyracı old tutmaq sözündəndir da. Ucalaşmaq, getmək, üstə getmək. Vallahu xeyrun minən nasi cibhəlik. Cibhə böldü. Vallahu xeyrun minən nas. Cibhəlik. Cəbhəlik də oxumaq olar. Və innəkə lə'ələ xulqin əzim. Qılığlıq, qılığlıq. Qılıq bilirik ki, yəni o paltar ki giyirik, qılıq. Qılığlıq, yəni nə cür əxlaqın nə cür olacaq, nəyə geyinəcəksən? Ma xələqtul ma eləmə. İnnəkə lə'ələ xulqin əzim. Qılığlıq və la təmşa fil ərzi mərhən. Yurdaşlıq sözündən gəlir. Yurdaşlıq, yəni topraq, bir topraqda yaşayanların bütünlüyü. Və izə səələkə ibadi ənni qəribun. Xitablıq. Burada da xitab edir sənə ki, mən sənə yaxınam, xitablıq. Və əmmə sailə fəla tənhər. İtablıq, itab, yəni bir növ itab sözün türkçəyə tərcümə eləsəm, bir növ danlamaq kimi. Danlamaq da deməzsək, biraz əsəbani olmaq. Nə deyirsən məsələn? Bu əsəbani olmaqdır. Amma itablıq, qoy burada yazdım, görüm ki, itablığı nə gətirir? İtablıq. İtablıq, itabi məqam, atabilik mənsəb. Yox, yenə getdi bu şeydir. Bəlkə mən iştibah yazmışam itablığı. Harada idi? İtablıq düz yazmışam, niyə? Bəlkə əvvəlində bir əlif ola bilər. Kəlməsi, itablıq kəlməsi həm qədim türk, ərəbi, farsi istilahlardan gəlib və mənisi cümlənin sayağına görə dəyişir. Bir ilə mərhələ açın. Ərəbidə itablıq, etibar, ərziş, belə bir şey deyib də, amma yox, məmulən sərzəniş şeyi var. İtablıq, mazağəl bəsər və matəqa himmətlik. Buradan da o mənanı çıxartdı. Fəkanə qabə qovseynə o ədna rəfətlik, rəfət ucalıq. Vəli sovfə yətikə rəbbükə fətərza şəfaətlik sözü. Ət-taibunəl abidun, ümmətlik. Ümmət, taibunəl abidun. Və minəl-leyli fətəhəccid bih. Nafilə-i nəmazlıq. Fəuhə ilə əbdihi ma uhiyə. Razlıq, raz tutmaq. La uhsa sənaun əleykə əntə kəma əsnəytə. Niyazlıq, niyaz ehtiyat. Ya əyyuhəl müzəmmil qumil leylə illə qalil. Oluşluq var olmaq. Burada deyir ki, dur ayağa, var ol yəni. Var oluşluq. La ilafu qureyşun ilafuhum qərindaşlıq. Qarindaşlıq, qardaşlıq. Əs-sabirinə və sadiqin, qoldaşlıq. Burada həm quldaşlıq oxumaq olar, həm qol. Mən qul oxuram, yəni quldaşlıq, yəni bəndəlikdə, insanlıqda, adamlıqda biruq. Və
Cenab-ı əla haulâi şehîden. Bu bilmirəm nə yazıb burada. Ditliq bilmirəm nə deməkdir. Bu ditliq nə mənə deməkdir? Bunu yazım görüm. Ditliq nə deməkdir? Qoymadı keçsin görək şu nə deməkdir. Tamam. Ditliq. Məndən soruşursan bunu deyirəm ki, ditliq nədir? Tamam deyim nədir da bu. Baş tapmadı nədir? Bu da baş tapmadı, mən də baş tapmadım. Şəhr-i Ramazanəl-ləzi ünzilə fihil Quran aylıq. Aleyhissallahu bikafin əbdə ibadətliq. Və innəkə ləhudən ilə sıratın müstəqim bidayətliq. Hidayətliq üzrəm, hidayətlik. Hidayətlik değişdirdi, o lığdan çıxdı likliğə. İqtərəbət əs-saə və inşəqqəl qəmər işarətliq. Gene getdi o likdən getdi lığa. İnna ərsəlnəkə şahidən və mübəşşirən bəşarətliq. Ənbiyalar qibləsi. Ənbiyalar qibləyi nəmənəsi burası düşübdü və əsfiyalar qüdvəsi. İhtimalən gələk bunu oxuyaq ki, ənbiyalar qiblə nəmənəsi oxunmadı. Əsfiyalar qüdvəsi, yəni nə'ti Hazreti Muhammed Mustafa sallallahu aleyhi və alihi və ashabihi və əzvacihi və səlləm nəzm. Din şəriət rayətini, rayat, ələm, parça, bayraq. Din şəriət rayətini ali qılmağan müstəfa. Küfr zülmət tuğlarını yırğalğan müstəfa. Yırğa ehtimalən lərziyə salmaq, yırğalandırmaq, oradan gələ. Yırğa sözü. Küfr zülmət tuğlarını, tuğ yenə bayraq. Bizdə də işlənir, amma müqəddəs biraz mənası var. İndi Azərbaycanda tuğ deyəndə İmam Hüseynə ya Həzrət Əbəlfəzə ya o Əli ki, məsələn, bir dənə əldir, 5 barmaq bir ağacın başındadır, ona tuğ deyirik. Amma tuğ əslində bayraq kimi bir şeydir, gedir göyə. Qotaz aslanır filan, o tuğ odur. Küfr zəlmət tuğlarını yırğalğan müstəfa. Ol amma birlə, o ata birlə anadin göz yumub ümmət üçün. O ata birlə, atadan bərabər, anadin göz yumub ümmət üçün. O atası ilə atası ilə bir anasından da gözün yumubdur. Yəni dinin qəbul eləyiblər, eləməyiblər, onu istirşar eləsin. Yalbarıb haqqı dini şəfaət satqın olğan müstəfa. Yalbarıb yalvarmaq. Yalbarıb haqqı din, haqq üçün. Şəfaət, haqqı şəfaət satqın alğan müstəfa. Ol qiyamət gün şəfaət qullarını qurşanıb, qurşanmaq giymaq. Zireh kimi giyir canına, ona qurşanmaq deyil. Yalbarıb haqqı dərgəhiğə yezni qulğan müstəfa. Burada həzni qulğan müstəfa. Hər halda yalvarıb haqq dərgəhiğə, dərgəh, dərgah. İndi gedib farsıda dərgah olubdur. Dərgəhiğə yezni qulğan
Qulğan Qoryan ehtimalən, Qulğan Mustafa. Sağcılar Miracı Tuni Beytül Müqəddəsğə gəlib. Sağcılar Mirac Tuni Beytül Müqəddəsğə gəlib. Bir cəmaətğə ortada başçı Bulğan Mustafa. Əmri birlə indab İltikan Mustafani Cəbrail başlab iltikan Cəbrailni bulda qoyğan Mustafa. Başlayaraq ilkan əvvəllərdə Cəbrailni ehtimalən burada yoldadır, buldadır, o oxunmur şey, nədir? Oxunmur, yəni nöqtəsi yoxdur oxuyam ona görə. Yolda qoyğan, yolda Həzrət Mustafa ki gedir ərşə, o Quranda belə bəlli olur. Cəbrail bir yerdən sonra deyir ki, mən də gələnmərəm. Buradan bizə mən gələnmərəm, sən tək gedəcəksən. Yolda qalır. Bihəd səlamlar türt yarlarğa. Bihəd səlamlar türt yarlarğa və 9 xatunlarğa. 9 deyir. Həzrət Rəsulun 9 dənə xatunu olduğu üçün 2 əmmün larğa, 2 əmisinə. 2 əmin larğa seyyidü şəbabni əhlil cənnət fil cənnəti, yəni şərafətlik 4 fərzəndlarğa. Həzrət Məhəmmədin 4 dana uşağı var. Biri xanım Fatimədir, 3-ü də başqa qızlardır ki, Şiədə onları görmədim tuturlar. Həzrət Məhəmmədin uşaqlarını hesablamırlar. Yəni Həzrət Məhəmmədə və uşaqlarına Şiə alimləri qəzavətlə baxırlar. Hər kəs Əliyə yaxındır, onu qəbul edirlər, o birisləri görmədim tuturlar. Amma yoxdur da, yoxdur. Niyə? Çünki o gedib, məsələn, o birisi xəlifələrin xanımısı olub ikisi, məsələn. Bir xəlifənin iki, Həzrət Peyğəmbərin bir qızı əvvəl gedibdir, ölübdür, yəni gedib xəlifəyə, o zamanki xəlifə deyillər, ölübdür, təzaşdan ikinci qızını da Həzrət Məhəmməd həman adama veribdir. Əhl-i cənnətdə 4 fərzəndlarğa və 2 nuri dideyi nəbirəlarğa. Nəbirə dedik nə mənə olur? Nəvə, nəbirə. Fikir edin beləsi olacaq. Və səlləmə təslimən. Burada da İmam Həsən, İmam Hüseyni qəsd edilir 2 dana deyə. Mən belə düşünürəm. Albəttə ola bilər ki, ayrısı olsun. Səlləmə təslimən daimən əbədən kəsirən kəsira. Əmma bu kitabni Türkan və taət. Tuzkan yazıbdır. Amma mən Türkan oxuyuram, nədən isə. Tuzkan və taət yolunu anlatan. Anqılatqan ulul yolluq rıbat xurunin qazisi Qazi Burhaneddinin oğri Qazi Nasireddin sallamallahu ərəbəhu və rəhəmə şəbih əndağ itilar kim. Tamam, bura kim yazıb bunu? Buradan bizə bu kitabın yazanın dedi adın. Bir də bunu oxuyaq. Amma bu kitabını tuzqan və taat yolunu inqilatqan uluq yolluq rübatğuli. Bunu mən yazım burada şey olsun. Bunu yazım ki eləyə bilək. Tamam, beləsi biraz da qeydləli, tamam. Bunu burada yazım ki, bunu oxusun. Amma bu kitabı harda itirdim? Kitabni tuzqan qan yazmayayım, belə kan yazıb, mən də kan yazım. Tuzqan və taət
yolunu. Tuzkan və taət yolunu. Anklatgan ulug yolluq ribat guri ning gazisi ribat ki şeydi gazisi Ribat bəs bir yer şəhridir. Ribat Ğurinin qazisi Qazi Burhaneddin ning oğlu Qazi Nasireddin sallamallah Ərəbəhu və rəhimə şeybə andağ itular kim bingemiz Əmir Zühəl bəngimiz kim beygimiz Əmir Zühəl Tacül Ümera və Mühibbül Üləma Uluğ atlıq və tutuluq və quttuluq və qutluq zatlıq Qazi Nasireddin Şəbihullah əla dinil İslamın Qazi Nasireddin Şeybə olacaqdı. Bu da şəbih deyil. Şeybə Allah ələ dini əl-İslamın əyyami dövləti da Əbu Qisəs əl-Ənbiya Ərəbi irdi Farsi Türkçə yəni Türkçü dilcə cəm qıldılar. Tamam. Ərəbi irdi Farsiğə Farsini Türkçə yəni Türkçü dilcə cəmi qıldılar. Tamam. Görək ki, bunu bizə nə cür oxuyur.
Umarım ki düz yazmış olam, amma nəzərimə gəldi ki, bir-iki yerdə qələt yazmışam. Tez onu düzəldim. Gördüğümü. Hər halda nəzərə mən indi bunu beləsi oxusam əgər, تو داری از تاریخ و علم متنی صحبت میکنی که در مورد ترجمه آثار دینی تو داری از تاریخی و علمی متنی صحبت میکنی که در مورد ترجمه آثار دینی و قصص انبیا از فارسی به ترکی در زمان یک قاضی بزرگ و دانشمند، یعنی قاضی برهان الدین و پسرش قاضی ناصر الدین است. متن تو نشون میده که این دو قاضی به ویژه قاضی ناصرالدین از شخصیت‌های برجسته علمی و دینی بودند و به مقام‌هایی چون تاج الامرا و محب الامرا مفتخر بودند. در ایام حکومتشون کتابی که به نام ابو قصص الانبیا بوده از فارسی به ترکی ترجمه شده و به نوعی برای آموزش دین و مسیر طاعت و تقوا تزکان و طاعت یولون استفاده شده. ترجمه متن نشان میدهد که آنها به علم فلان بهمان این نمونه ترجمه آثار دینی به ترکی اسلامی در دوره است که توسط قاضی برهان در bunu yazaq ki, elə bunun adını gedək burada götürək. Qazi متن را کلمه bu da məni şey eləyək ki, mətni də gələn hər kəlməni tərcümə eylə. Ayrı-ayrı burada deyəcəkdim ki, ayrı-ayrı tərcümə eylə. Hər kəlməni ayrı-ayrı tərcümə elə. Tamam. Gene de getdi farsça yazdı. با توضیح فارسی ترجمه کنم. Türkçe yaz. Türkçe yaz. Türkçe yaz. باشه من متنünü Türkçe yaz, kəlmə tərcümə və baznivisi میکنم. Gene də mətn əsli dediyimiz bu deyil, kəlmə. Amma bu kitabı tüzkan ve taat yolunu, tezkiye ve taat yolu calibdir. Tezkiye ve taat yolu anlatkan, açan, anlatan hemen. Tamam, pəs elə mən o kəlmədə bir yazmışım. Rıbatxuri'nin qazisi. Rıbatxuri də şəhər adıdır. Tamam. Bu iki nəfərin də əgər adını desək ki, bu iki kişi hangi tarixdə yaşayırmışlar? Onu da bir desə, gedər oxu kitabın şeyi. Calib kitabdır. Gene də farsça yazdı nədənsə. Nasirəddin bin Burhan filan in şəxs یک قاضی نویس در اوایل قرن 13. Gene də Türkçe yaz. Mən gələk bunun dilini çevirəm küllündə. Nasirəddin Burhaneddin Rəbğuzi. Nəsrəddin Rəbğuzi. Belə bir şey yoxdur. Nəyə belə yazdı? Dedi ki, Qazi Burhaneddinin oğlu Qazi Nasirəddin Rəbğuzi hardan çıxdı? Əgər istəyək də ki, bu Rıbatxuri deyibdi, oradan gətirir. Rıbatxuri olacaqdı, beləsi deyibdi, Rəbğuzi. ناصرالدین ربغوزی یک قاضی ترک زبان بوده. اوایل قرن 14 میلادی در خوارزمستان Cığatay Xannişin زندگی etdi. Təqribən 1310 miladidə. Məruf olan əsərlərindən biri Qissəsül Ənbiya, Qissətül Ənbiya, düz yazmış. Hər halda çox bu düz yazmayıbdı. Nəzərə gələn düz deyil, amma gedək bura. Tarix
kitabın tarixinə 1109 yılı Rəbiül Əvvəl ayının 20-sində bu Qissəsül Ənbiya. Pəs burada tarix özü yazdı. Üstdəki tarixlə bunun bir şeyi çıxdı. Nədir onun adı? İxtilafı çıxdı. Kitabın sonunda yazan tarix bundan fərqli oldu. Dedi ki, tarixə 1109 yılı yazının əsli tarixi. Neçədə yazıbdı? 1109 ili Rəbiül Əvvəl ayının 20-si. Bu Qissəsül Ənbiya Farsi tilidin Türkiyə ürülüb tamam buldu. Bu zaman qutarıbdı. Amma bu kitabını təsnif qılmağına səbəb ol irdi kim Əmir Əzəm Qazi Nasirəddin davam dövlət ilə yevmiddin inayət nəzəri birlə mən fəqiri dil şikəstədin iltimas qıldı kim bu kitabını Türki til birlə urusanın takım urusank takim ursan yəni gətirəm urdan gəlir də yəni o kökü ursan ki yəni gətirəsən takim Türki xəlayiqlar və asan bulsun didilar. Mən həm sözlərini rədd qılmadım. Aql və əndişəm tişəsicə yetişicə məşğul buldum. Əgərçi bu işğə namunasib və namuvafiq irdim. Amma irdim var idim. Amma ol Əmir-i Əzəmnin sözlərini uluğlab və əziz tutub. Uluğlab yəni böyükləndirdim. Uluq yəni böyükdə uluğlab və əziz tutub. Xuday Tealadin tövfiq tilab diləmək. Tilab bu Qissəsül Ənbiya kitabını başladım və ətmini qissəsləri və itmamını hemen ətmini qissəslər burada bir şey yazıb. Ər-Bəğuzi qissəs Ər-Bəğuzi qissəslər Bəğuzi Ataduq Bəğuzi acaba Oğuz sözündən gəlir bu. Bəğuzi nə deməkdir? Bəğuzi Ataduq Vallahül müvəffəqi vəl itmam. Tamam, bu da tarix ki bu deyibdir. Bunu bir də qeydim oxuyayım. Bəlkə mən səhv elədim. 1109 yılı Rəbiül Əvvəl ayının 20-sində bu Qissəsül Ənbiya. Tamam, burada deyir ki 1109'da bu kitab yazılıbdır. Amma kitabın sonunda deyir ki bu 230'da yazılıbdır. Burada bir əcəbada qaldım. Acaba bunların hangisi tarixin biz normalda axırda yazan tarixi biz beləsi görürük ki, deyirik bu axırda yazılan tarix nüsxəsi yazır məmulən. Amma nüsxəsi əgər onu yazmış olsa o deyir ki 230'da yazılıb bu kitab. Və kitabı da verdik ChatGPT-yə. ChatGPT dedi ki bu kitab da Əbbasi dövrəsinin sonunda yazılıbdır.
Yəni o cəhətdən düz gəldi. Yəni xətt cəhətindən də düz gəldi. Amma bugün buradan da bir əks salaq verək ki, ChatGPT-yə görək buna görə nə deyir. Görək bu iki səhifədən görə nə deyir bizə. Mənim kompüterim də yavaşdır. Sürəti nədən isə yavaş hərəkət edir. O hətta içində bir şey yoxdur. Yəni %90'ı boşdur. Çox bu günləri yavaş hərəkət edir. Tamam, gələk görək bunu ChatGPT bu kitabın haqqında bizə pul istəyir. Görək bu Google-də bu bir şey yazmışdı, amma bir dənə buradan göndərək görək ki, bu Gemini nə deyir. Bu xətt haqda hangi bilgiləri verə bilirsin? Hangi tarixə yaxın görürsün? Bu qədər görər. Elə bu iki dənəyə cavab versən yaxşı olar. Yox, icazə vermir şey yazaq, amma qoyaq qalsın. Çox gözəl bir kitabla rastlaşmışıq. İstəmirəm ki, bunu əldən bu rahatçılıqla verəm. Ona görə deyir ki, göndərdiyiniz bu şəkil çox dəyərli və maraqlı bir tarixi sənəddir. Bu əlyazma bizim keçmiş ədəbiyyatımızın və dilimizin necə qorumalaşdığını göstərən canlı bir sübutdur. Bu əsərin xüsusiyyətlərinə görə bəzi önəmli nöqtələri sizinlə paylaşıram. Əsərin kimliyi və mövzusu. Bu səhifə böyük ehtimalla Qısas-ül Ənbiya Peyğəmbərlərin Hekayələri kitabının türkcə tərcüməsindən yaxud o stildə yazılmış bir əsərin müqəddəməsindir. Qırmızı mürəkkəblə yazılan başlıqlara diqqət etsək, Peyğəmbərlərin adı Hz. İbrahim, İsaq, Yaqub, Yusuf və onların dastanları zikr olunur. Yazı növü xətt. Bu mətn nəsx xətti ilə yazılıb, amma bəzi yerlərdə təliq və nəstəliq əsərləri də görünür. Yazı forması, yəni bunu göstərir ki, bu yazıda hələ feilən yazılar şey olmayıb deyil. Mən də bunu demişdim əvvəl baxanda ki, yazılar çox fərqlidir. Əlbəttə, mən bir səfədə içində olan fərqini görməmişdim. Amma bu deyir ki, xəttin yazılmasına diqqət edin. Bu mətn nəsx xətti ilə yazılıb, amma bəzi yerlərdə təliq və nəstəliq əsərləri də görünür. Yazı forması və sözlərin bir-birinə keçidi bizə bu nüsxənin Teymurilər dövrünün sonları və ya Səfəvilərin ilk çağlarına aid olduğunu deyir. Tarix və kökən təxmini. Bu əlyazmasının əvvəlki sorunda dediyin Əbbasilər çağına,
məsələn 800 ta 1000 il əvvəl aid deyil. Bu dedi ki, bəs bu ona aid deyil. Bu kitabın dili və yazı tərzi təxminən 9-cu ya 10-cu hicri yüzillərinə, yəni təqribən 500 ta 600 il bundan öncəyə uyğun gəlir. Tamam. Burada da dedi ki 1090. Burada da olanda olur 1009, 1109. Bu olur 400. Buna baxsaq, buradan gedək maşın hesabımızı açaq, görək nə cür hesablayırıq. 1447 ilindən çıxsaq 1109 388 il öncə bu deyir yazılıbdır. Bu birinci şey 388 il öncə. Bu birincisi. Bu da deyir ki, yox, bu xəttə baxanda 500 ta 600 il öncəyə uyğun gəlir. Dil, mətndə köhnə Anadolu, Azərbaycan türkcəsinin ünsürləri, məsələn, türü sözü kimi əski feillər gözə deyir. Mühür, şiklin sol tərəfində bir köhnə möhür var. O möhürü oxumaqla kitabın hangi şahın ya xanın kitabxanasına aid olduğunu dəqiq etmək olar. Mətnin əhəmiyyəti. Bu cür nüsxələr göstərir ki, Azərbaycan və Şərq türkcəsi olan zamanlarda tədris və din təbliği üçün geniş istifadə olunurmuş. Bu nüsxə sadə türkcəsi ilə öz dövrün xalq ədəbiyyatına da yaxın bir dil göstərir. Çox maraqlıdır. Əgər bu mətnin içindəki neçə cümləni sizin üçün çevirib, tərcümə edib, ya oxuya bilmədiyiniz bir kəlməni açıqlama istəyirsinizsə, buyurun, sorun. Tamam, bu Cimnay çox gözəl türkcəni həm yaxşı yazıb, həm də yaxşı tozih veribdir. Mənim indi ağlıma batan budur ki, bu kitab yazıldığı tarix. Harada idi? Bu kitab burada, bu sətrin sonunda. Yəni, desək, üçüncü, bu 1-2 səhvə, üçüncü səhvənin ən son cümləsində tarixi deyir ki, bu tarixdə yazılıb. 1009-da yazılıbdır. Bu kitabın yazılmasının özü burada deyibdir. Amma kitabın sonunda nədənsə deyib ki, 230-da yazılıbdır. Burada bir təzad da görünür bunun arasında, amma mənim də ağlıma batan bu ki, bu xətt Əbbasi dövrəsində genişlənməyibdir. Onun üçün Əbbasi dövrəsinə aid olmaz. Amma tozihlərə görə belə gəlir ki, bu xətti o zamanın sonlarında başlayıbdır inkişafa. Burada da yenə bu kitabı, burada ki, indi Cimnaydan köməklik aldıq, deyir ki, bu kitab 3 xətt ilə əslində yazılıbdır. Yəni, yazar hələ feylən o mərhələdədir ki, bu yazar, yazı yazanda kamil bu 3 xətti nəsxidir, nəstəlikdir və təliqdir, bunları bir-birindən ayıra bilməyibdir. Onun üçün bu 3 xətti, yəni düzdür ki, təliqinə, çoxun təliqinə yazıbdır. Amma sonra, yox, nəsxinə yazıb çoxun, amma sonra təliq və nəstəliqi də bunların içində görürük. Çünki bu 3 dana ilə davam edir. Hələ bunlar herfeyi yazıya çevrilməyibdir. Onun üçün bu xətt məncə də bu xəttin gəlişmək zamanında yazılıbdır. Yenə mənim nəzərimə belə gəlir ki, bu dil, türk dilinə də diqqət eləməliyik. Yəni, yazının, xəttin özündən əlavə türk dilində də gəlişməni diqqət eləməliyik. Məsələn, mən burada bir dəfə ki gördüm. Məsələn, yazmışdı ki, nəməlik, belə yazmışdı bir şey, əgər onu tapsam, hidayətlik. Məsələn, hidayətlik, amma ondan sonra çox yerdə lığ eləyir. Lığ. Məsələn, dedik ki, qardaşlıq, məsələn, deyək, işarətliq. O lığ və lik, bunlar bəllidir ki, ədəbi dilinə, bəzən şəfahi dili qatıb bir-birinə. Amma bu, bunu göstərir mənə. Bu ədəbi Cığatay dili, Cığatay ləhcəsi, türkcə ləhcəsi, ədəbi dildir. Cığatay öz başına bir dil deyil, öz başına bir ləhcə də deyil nəzərə gələn. Cığatay bir ədəbi yazı formətidir.
standart türkçə dilidir. Bu Əfqanistanda və şey zamanında yazılıb, düzəlibdir. Əmir Əli Şiri Nəvai və onun da orada bir şaha işlir, yəni əslində Teymurun nəvəsi dövründə. İndi onu da buradan soruşsaq. Şahrux Mirza Şahrux Mirza Teymurun nəvəsi və Əmir Əli Şiri Nəvai tarixləri haqda çox xülasə bilgi ver. Əlaməti sualı niyə qoyduq? Mən sənə Şahrux Mirza Teymur, bunu buradan götürüm qoyum şeyə, o bundan da calib bir şey verdi. Google-in bu şeyi, Gemini daha gözəl bir məlumat verdi. Qoyaq bura. Deyir ki, buyurun bu iki böyük tarixi şəxsiyyət haqqında qıssa və özət bilgilər. Şahrux Mirza Teymurun oğlu. Çox vaxt səhv olaraq nəvəsi bilinir. Mənim tayı. Mən nəvəsi bilirdim. Amma Şahrux Mirza əslində Əmir Teymurun dördüncü və ən kiçik oğludur. Hakimiyyət dövrü 1405-də, inci ildə. 1447-ci ilə kimi. Yəni, Məsihi danışırdı. Əslində 5 qeyd edəcək şey, bunu desək, mən burada yazım, tarixləri hicri yaz. Tamam, bir də onu təzəşdən tarixləri hicri yazsın, biz daha. Tamam. Şahrux Mirza, buradan qeyddə o şeyə görə, hakimiyyət dövrü budur. Xüsusiyyəti, atası Teymurun əksinə, yəni onun atasının tərsəsinə. O daha çox barış, mədəniyyət və incəsənət tərəfdarı idi. Onun dövrü Teymurilər Rönesansının başlanğıcı sayılır. Mərkəzi paytaxtı Səmərqəndidən Hərat şəhərinə köçürdü və oranı dünyanın Səmərqənddən gəldi Hərata, yəni bugünkü Əfqanistana. Ən böyük elm və sənət mərkəzinə çevirdi. Əsərləri onun və həyat yoldaşı Gövhərşad Beyimin dəstəyi ilə çoxlu mədrəsələr, məscidlər və kitabxanalar tikilib. Əmir Əli Şiri Nəvai, o, Türk dünyasının ən böyük şairlərindən, filosoflarından və dövlət adamlarından biridir. Tarix 15-ci yüzildə onu oxuyaq. Ləqəbi türk dilinə və ədəbiyyatına etdiyi böyük xidmətlərə görə ona Nizamüddin və Fani də deyərlər. Fani şeirdə işlədib hətmən. Əsərləri ən məşhur əsəri Xəmsədir. Həmçinin Mühakimətül Lüğəteyn kitabı da türk dilinin fars dilidən üstünlüklərini və zənginliyini elmi şəkildə sübut edibdir. Siyasi loru Şahrux Mirzanın nəvəsi olan Sultan Hüseyn Bayqıranın yaxın dostu və vəziri idi. Pəs Bayqıra dövründə bu vəzir olubdu. O sənətkarları himayət edən böyük bir mübəlliğ idi. Tamam, buradan geçək bu tarixlər. Şahrux Mirza 779 hicridə doğulubdu. Hakimiyyəti 807 ilə 850 arasında 43 il olubdu və vəfatı 850-də olubdu. Önəmli işi paytaxtı Səmərqənddən Herat şəhrinə köçürməsi və böyük bir elmi mədəni oyanış yaratması idi. Əmir Əli Şiri Nəvai də 844-də, yəni şeydə doğulubdu, Şahruxun dövründə doğulubdu. Vəfatı 906-da 64 il, üzr istəyirəm, 56 il ömr eləyib, yox, burada da 6 il, 62 il ömr eləyibdi. Yaşadığı çağ 9-cu, onu da istəmirik. Önəmli işləri də ki, üstü oxuduq.
Tamam. Bunun üçün bu dil, yəni Cığatay ədəbiyyat dili o illərdə, yəni Şahrux Mirzadan, Teymurun oğlundan, ta 4-cü oğlundan ta gəlir 900-cü iləcən. Yəni bu 100 ildə bir də onu şey eləsəm acaba. Şahrux Mirza 779. Əslində 800-ə bir şey qalmır da. Bu 800-də başlayıb şeyə. 800-cü illər ta 900-cü iləcən türk dilinin yaratdığı bir ədəbi dil var, yazı dili var. Ona Cığatay deyirik biz bu günləri. Və o bu kitaba baxanda biz xəttin inkişaf tarixinə diqqət eləməklə bərabər türk dilinin də inkişafına, şeyinə diqqət eləməklə eləyə bilərik bu kitaba bir tarix deyək. Məncə bu elə şey dövrü olar. Yəni hətta desək Mirza dövrəsində olar, Şahrux Mirza dövrəsində olar. Çünki burada bir mən o hidayətliklə o birisi lığlar kəlməsinin arasında olan təfavüt mənə kitab oxusaq bəlkə çox gələr, amma mənə bunu göstərdi ki, hələ çox da ədəbiləşməyib türkü dili. Yəni yazıda o yazanlar hələ çox da ədəbini, məsələn bir yerdə şırıqlı qeyddə ondan yazdı, yəni şəfahi dilindən yazdı. Onun üçün hər halda burada yetişir kitaba, amma mənim vaxtım qurtardı, getməliyəm. Onun üçün bu kitab burada qalsın. 2 kitab açmışdım, amma bu kitab çox dəyərlidir. Bunun tanınması bizə lazımdır. Bu kitab 2 qol var bu kitabın üstündə indi. Mən ikinci qolu ki, özümün nəzərimdə onu yaxın bilirəm. Amma bu kitabda ha belə ChatGPT-dən aldığımız tozihləri əsasında bu kitab Əbbasilərin sonunda, yəni 230 Hicri qəməridə yazılıbdır. Türkcə yazılıbdır. Buna kitabın sonunda mətn deyir. Kitabın əvvəlində 3-cü səhifəsinin ən son sətrində də deyir ki, bu kitab 1109-da Hicri qəməridə Rəbiül Əvvəl ayının 20-sində yazılıb, qutarıbdır. Əgər iştibah eləməsəm, tamam olub, tamam buldu yazıbdır. Yəni yazılıb qutarıbdır bu ildə. O cür olanda, yəni əgər ChatGPT-nin və o şeyin dediyini tutsaq, Əbbasilər dövrünü tutsaq, kitab 1217 il öncə yazılıbdır türk dilində. Amma əgər bu yazını tutsaq ki, deyir, burada 2 qazi, qazilər burada dadgah, məhkəmə qazisi deyil, bunlar savaşçıdırlar, sultandılar, şahdılar. Bu sultanlar 2 dənə sultandır. Biri Qazi Burhaniddin oğlu Qazi Nasiriddin. Qazi Nasiriddinin zamanındakı Qazi Burhaniddinin oğludur, onun zamanında yazılıbdır. Bunu da əlbəttə kaş soruşaydım, Qazi Nasiriddin kimdir? Qazi Burhaniddinin oğlu. Bunu da soruşum gedim. Qazi Burhaniddinin oğlu Qazi neydi? Nasiriddin. Nasiriddin kimdir? Qazi Nasiriddin kimdir və hangi tarixdə yaşayırmışlar? Görək ki, bu haqda bir məlumat alaq. Göndərdiyiniz o maraqlı əlyazmada adı çəkən Qazi Nasiriddin və onun atası Qazi Burhaniddin haqqında deməliyəm ki, bu şəxslər Teymurlu dövrünün böyük qaziləri və alimləri olublar. Mətnidə göründüyü kimi kitabın təsnif olunmasında onların adı hörmətlə çəkilir. Bu şəxslərin kimliyi və tarixi haqda qısa bilgi. Qazi Burhaniddin ata kimdir? O
öz dövrünün ən böyük fəqihləri və şər'i hakimlərindən biri idi. Şahrux Mirza dövründə Hərat kimi önəmli mərkəzdə elmi və hüquqi vəzifələr daşıyıb. Tarix təxminən 8-ci yüzilliyin sonları və 9-cu yüzilliyin əvvəlləri hicri illər yaşayıbdı. Qazi Nasiriddin oğul kimdir? Tam adı Nasiriddin İbni Burhaniddin olarak tanınır. O da atası kimi Teymurlu sarayında ve ilmi mühitinde büyük nüfuz sahibi idi. Göndərdiyiniz şəkildə kitabın təlifine səbəb olan bu ya himayə edən şəxs kimi onun adı qeyd olunub, oxunur. Qazi Nasiriddin İbni Əmir-i-Əzəm Qazi Burhaniddin. Tarix o. Əsasən 9-cu yüzilliyin hicri yarısında yaşayıb və Şahrux Mirzanın hakimiyyəti dövründə, yəni 807-də 850 hicri fəaliyyəti olubdur. Tarixi nöşkə. Bu şəxsləri məşhur şair və hakim olan Qazi Burhaniddin Sivasi, o yox, 799 hicridə vəfat edibdi ilə sitə salmamaq lazımdır. Salmamaq lazımdır. Sityə nə deməkdir? Sityə sizin əlyazmadığı Nasiriddin və onun atası daha çox Hərat elmi mühit və Teymurlu sarayında bağlı olan, hər halda bu da göstərdi ki, bu iki adam da ki, adlarını çəkibdi, Teymuri dövründə olublar, yaşayıblar, xidmət ediblər. Bəs bu kitab ömrü 388 il ola bilər. Amma biraz da dalıya getməliyik. Yəni ki, bunların dedi hangi illər, kaş bunun tarixini də gətirəydik. 700, burada bir şey dedi. 800-cü ilin sonları, 900-cü ilin əvvəlləri. Yəni, deyək ki, 8-ci əsrin sonları, 9-cu əsrin əvvəlləri, yəni 800 falan. 800 olanda yenə də tarix bundan tutmur. Yəni, bunların adı deyilən, məsələn, burada dedi nə mənədir? 850. Dədəsi 850-də olsa, bu da deyək 900-də olsa, yenə də 600 ildən çox olar. Yəni, mən biraz burada tarixi bir də daha şey eləyim, hesablayayım. Məsələn, deyək ki, indi 1447-dir, məsələni yoxdur. İndi məsələn buradadır. Bundan çıxsaq 900 desək ki, o adam 900-cü illərdə yaşayıbdır. Yenə də 550 il olar. Ən azı 550 il öncə bu kitab yazılması gərəkir. Amma burada görürük ki, 388 yazıbdır. Nəzərə gələn bir iştibah var. Bu kitabın əvvəli ilə sonunda bir səhvlər var. Və xətt ilə adamların tarixi də bir-biri ilə yenə tutmur. Hər halda mən çox gecə qalmayayım. Gedim, inşallah ömür olursa bir ayrı gün, bir ayrı